Vəziyyəti doğrudan ağırdı. Mehmanınki lap ağırdı. Polis şöbələri, polis orqanları, xüsusi xidmət orqanları tökülübdü. Əli, bunun axırı nə olacaq? Nə düşünürsünüz siz? Mən onu deyirəm ki, bunun axırı o deməkdir ki, insanlar görsünlər. Sabah sənin də övladının başına gələcək. Mənim də. Mən əgər burada yaşamasa, orada yaşasa. Ailəmin başına gələcək. Hər birinizin. Bax, mənə eləmirlər ki, sizin bir sözünüz var. Niyə mənə dəymirlər? Çünki sənin götündə başında heç nə yoxdur. Sən bu günləri bir dönərxana işlədərək, sabahlar gedib bir dənə kamera alsan, səni də basacaqlar içəriyə. Hardan aldın o maşını? Bugün Amerikada mən kuryeri kamerayla, Ferrari ilə eləsəm, maraq eləməyəcəklər. Bugün o adamların canlı təhlükədə olması nəyə görədir? Sizə görədir də. Hə? Sizə görədir də. Kimə görədir? Mən üçün danışır. Mənim övladım üçün danışır. Mənim ailəm yaxşı yaşasın deyə danışır. Hə? Siz üçün danışır da. O gün də baxıram xəbərlərə görürəm ki, suya limit qoyurlar. Məmurların evini çəkmək deyir, mehman. Ona deyir, drone lazımdır, götü lazımdır. Bu danışmaq var ha. Belə çıxıb burada qurban olundan deyir, bu danışığı da danışmağa götü lazımdır. Başa düşdün, oturmağa, oturub rahat danışmağa. O götümüz yoxdur, heç olmasa soxun içizə. 1 milyon Amerikada adam var, neçə nəfər danışır? Heç kəs. Heç kəs. Yiyirlər, içirlər, deyirlər, ölürlər onlar acından, qozumuza ki. Belə də deyirlər. Hətta mənə belə yazırlar. Nə işi o qalıb? Ailə 8 bin, 9 bin qazanırsan da. Nə qozuva deyirlər. Deyirəm ki, mənim qeyrətimi götürmür, mənim qardaşlarım, dostlarım orada yaşayır. Mənim məhəl uşaqlarım yaşayır. Bir yerdə böyüdüklərim əziyyət çəkir. Əli bəy, bax indi bunları aydın məsələdir, sevindim mən sözünü açıq, burada belə bir sistem var. Birinci güllə boşa çıxdısa, bu yaxın vaxtlarda alındıran bunlar. Yəni Eminin... Bilirəm, mühtəç seçim adı üstündən. Birinci güllə boşa çıxdı, amma ki indi Eminə mehmana gücü çatmadı, indi bizlər də qorumalıdırlar, amma bizim blogerlər var, sizlər varsınız, kuryerlər... Mən işıqlandıracam, mən özüm də işıqlandıracam bu barədə. Biz altında deyilik, biz insanlar kimi yaşayırıq abi. Amerikada bu biraz çətin məsələdir. Amerikada bu çətin məsələdir. Amerikada polis hədsiz sürətli işlədiyinə görə, burada misal üçün ailərlə yüksək səslə danış, avtomatik qıraqdakı səs yüksək səslə danışdığına görə tək qışqırışla danışa bilərsən, özün üçün də qışqıra bilərsən. Amma ya təhlükədə olduğun vaxtı avtomatik ya bir zəngə 7 dənə maşın gəlir. Burada tək polis maşını gəlmir ha. Burada bir zəngə 2 dənə ambulans, 2 dənə 3 dənə polis maşını, 2 dənə də pajanizat gəlir. Burada çünki 911 bir zəngə 3 dənə şeyə baxır. Üçü də eyni şeydir. 911-də ambulans da var, pajanizat da var, polis də var. Burada biraz belə şey üst səviyyədə. Mənim əslində heç qorxum da yoxdur. Danışanda bizim millət demir. Mənim Allahdan başqa kəsdən qorxum yoxdur. Mən o sizin Allahınızdan da qorxmuram. Hörmət eləyirəm. Niyə qorxum? Onun qaçışına da baxdığında köpək ol idmancıydı. Ha, gördün nə qədər. Qaçacaqlardı. Qaçacaqlar. Bu günləri bizə təqdir yazanlarla oynandılar. Eyni o tipdə adamlar da fake profillə gəlirlər. Yazırlar, qaçırlar. Öz üzlərini qoymağa, necə ki o gizlədə gedir belə. Götü var üzün göstərsin də. Ürəkli düzün göstərsin. Yoxdur ya. Çünki bu millətin, qeyrətini yavaş-yavaş əllərindən alıblar. Ölkəyə ələb soxaraq. Mehman Hüseynovun bu gün evinə kamera qoyublar. Mən şükür edirəm ki, Azərbaycanda yaşamıram. Mən dua edirəm, ac qalım, bomuş olum. Uşağıma yemək tapa bilməyim burada. Yaxşı ki, yaşamıram. Evlənirsən təsəvvür elə, girişən axşam arvadla olsan, səhər arvadla video çıxır. Hə? O ölkədə yaşayırsan. Mehmanın evinə kamera qoyan, sənin evinə qoymayacağı qarançarda var. Hə? Harda var? Bəlkə də qoyulur. Bəlkə də bütün evlərdə kamera var. Götübüzdən xəbərimiz yoxdur. Bina tikib satırları, bəlkə də onların hamısında kamera var. Xəbərimiz yoxdur. Evimə gələn bəlkə kravatda belə kamera var. Ondan belə xəbərimiz yoxdur. Biz gör nədən qorxuruq? Öz yatağımızdan, öz otağımızdan. Bundan qorxulu bir şey var.